Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərim. Yeni qoşulan üzvlərimizi təbrik edirəm. Maraqlı səyahətlər arzu edirəm. Bugün isə sizə İnkruz ailəsinin üzvü və bizim üçün çox dəyərli, ilham mənbəyi olan Raisa xanım haqqında danışmaq istəyirəm. Лала Ханум, здравствуйте. Меня зовут Раиса, мне 81 год, я из Казахстана. Передаю вам большой-большой привет. Я независимый партнер компании Incruises. Я знаю, что вы тоже в нашей компании. Поэтому я поздравляю вас, что вы с нами. И хочу вам сказать, что возраст – это вообще ничего. Это просто цифра в паспорте. А то, что мы с вами в Incruises, то, что мы с вами путешествуем, строим команду, мы с вами в своем возрасте являемся примером для остальных женщин взрослых, которые, возможно, не уверены в себе и немножко боятся куда-то ездить. Ничего не бойтесь, передаю привет вашей именно команде. И хочу сказать, ничего не бойтесь. Присоединяйтесь к нам. Путешествуйте, рассказывайте о своих путешествиях и будьте полезными миру. Давайте будем жить счастливо, а не доживать и качественно. Вот об этом хотела с вами поговорить. Mart ayında 81 yaşını qeyd edən Raisa xanıma uzun ömür, can sağlığı və neçə möhtəşəm kruzlar arzu edirik. Biz bir Azərbaycan komandası olaraq sizi çox sevirik. Dərin hörmət bəsləyirik və sizinlə qürur duyuruq. Qoy həyatınız indiki kimi maraqlı və sevgi ilə dolu olsun. 81 yaş, bu sadəcə bir rəqəmdir. Bu rəqəmin arxasında böyük cəsarət, sarsılmaz bir inam və həyata olan sonsuz sevgi dayanır. Raisa xanım, siz bizim üçün sadəcə bir lider deyil, siz gücün, səbrin və inamın canlı nümunəsisiniz. 73 yaşında yeni bir yola başlamaq çoxları üçün gec görsənə bilərdi. Amma Raisa xanım fərqli düşündü. Как жалко, что в какой-то момент жизнь начинает измеряться не мечтами, а анализами, не новыми билетами, а новыми диагнозами. Люди все чаще обсуждают, что у них болит, какие таблетки помогают, к какому врачу теперь идти. И это пугает меня, потому что я не хочу однажды листать телефон и видеть там только рецепты и назначения врачей. Я хочу видеть дороги, аэропорты, случайные города и себя живую, чтобы помнить, как я смотрела на океан, а не в потолок кабинета, чтобы с возрастом у меня было больше штампов в паспорте, чем медицинских карточек. Я выбираю жить так, чтобы мне было что вспомнить. O qorxmadı, o bəlkə də demədi. O bu illərdən keçərək uzun bir yol gəldi və bu yol onu milli direktor rütbəsinə gətirdi. Как здорово, что у меня находились такие люди, которые говорили мне «нет, не верю». Вы знаете, тем самым «нет» они укрепляли мою веру, мое рвение отправить как можно больше людей в круизы отдыхать. И сейчас я получаю так много благодарности от разных людей, которые поверили в меня и тоже в круизе. Поэтому никогда не говори «нет», пока сам не попробовал. Bu, zəhmətin, sədaqətin və inamın nəticəsidir. Raisa xanım 17 dəfə kruiz səyahətinin seyrinə çıxıb. Hər səfər ona fərqli gözəlliklər, yeni hisslər, maraqlı və möhtəşəm özünə məxsus xatirələr bəxş edib. İndi isə 18-ci kruiz üçün möhtəşəm Alyaskanı seçib. 17 dəfə kruzda olmaq sadəcə səyahət etmək demək deyil. Bu, həyatın hər anını yaşamaqdır. Bu, arzuları reallaşdırmaqdır və
bu mən bacardım deməkdir. Bu yol təkcə Rəisə xanımın uğuru deyil. Bu yol bizim üçün bir məktəbdir. O bizə öyrətdi ki, inanmaq, davam etmək və heç vaxt vaz keçməmək lazımdır. Rəisə xanım bizə bir daha sübut edir ki, əgər insanın ürəyi gəncdirsə, o hər yaşda səyahət edə bilər, yeni dostlar qazana və həyatdan zövq ala bilər. Əziz izləyicilərim, əgər 80 yaşında okeanın ortasında arzularını yaşayırsa, biz arzularımızı niyə sabaha saxlayaq? Nəyi gözləyirik? Bəzən biz özümüzə limit qoyuruq. Amma həyat göstərir ki, imkanlar düşündüyümüzdən də daha genişdir. Yetər ki, onu seçək və axarına düşək. Səmimi etiraf edirəm. 30, 40, 50 yaşa baxmayaraq, Rəisə xanım kimi ruhu gənc, həyatı sevən insanların lideri olmaq istəyirəm. Mən əminəm ki, bizim aramızda belələri var. Biz də bacarırıq deyərək dünyaya səs yaymaq istəyirəm. Mən millətimin hər yerdə birinci olduğunu görərək bu sahədə də varıq demək istəyirəm. Bu hekayə bir daha sübut etdi ki, başlamaq üçün ən doğru zaman indi və burada. Abunə olub videonu bəyənməyi və sevdiklərinizlə bölüşməyi unutmayın. Gələn görüşlərə dək.